Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünü olan əsas buraxılışı ilə qarşınızdayıq. Əmək məcəlləsində edilən yeni dəyişikliklər artıq qüvvəyə minib. Söhbət hansı yeniliklərdən gedir? İzləyək. Əmək məcəlləsinə edilən dəyişikliklər prezident tərəfindən təsdiqlənərək artıq qüvvəyə minib. Məcəllədə ən çox diqqət çəkən məqamlardan biri uşağın doğulması ilə bağlı atalara da 14 gün ödənişli məzuniyyətin verilməsidir. Bu müddət anaların məzuniyyət günlərindən çıxılmır və tam ödənişli hesab olunur. Əvvəla yeni dəyişikliklərə əsasən atalar da 14 gün ərzində məzuniyyət götürmək, atalıq məzuniyyəti götürmək hüququna malik olacaqlar. Və bu zaman təbii ki, ödənişli məzuniyyət olacaq. Yəni iş yerindən həmin 14 günlük məzuniyyət müddətində ödəniş həyata keçiriləcək və təbii ki, bu da məhz xüsusən də əksər inkişaf etmiş ölkələr olduğu kimi Azərbaycanda da atalıq məzuniyyətinin tətbiqinin reallaşması anlamına gəlir. Digər mühüm yeniliklərdən biri isə distant işin hüquqi mexanizminin yaradılmasıdır. Artıq distant işləyən vətəndaşların hüquq və vəzifələri əmək müqaviləsi ilə dəqiq tənzimlənəcək. Bu isə eyni vaxtda bir neçə iş yeri ilə əməkdaşlıq imkanını genişləndirəcək. Bununla yanaşı artıq işə götürən işçini sınaq dövründə yalnız əsaslandırılmış səbəblərlə işdən azad edə biləcək. Bəzi hallarda sınaq müddətində işçinin hər hansı bir səbəb olmadan işdən azad olunması müşahidə olunurdu və yeni qaydalar praktik olaraq bunun aradan qaldırmasını və işçilərin hüquqlarının daha yaxından qorunmasına imkan verəcək. Əmək məcəlləsində edilən dəyişikliklərin ən vacib istiqamətlərindən biri isə saatlıq əmək haqqı anlayışının tətbiqidir. Xüsusilə qeyri-iş günlərində və əlavə saatlarda çalışan işçilər üçün yeni qaydalar nəzərdə tutulub. Artıq bayram və qeyri-iş günlərində çalışan vətəndaşlara ən azı 2 qat əmək haqqı ödəniləcək. Əgər işçi həmin gün bütün günü deyil, yalnız bir neçə saat işləyibsə, ödəniş məhz həmin saatlara uyğun hesablanacaq. Artıq əmək məcəlləsinə bu kontekstdə həm də saata görə əmək haqqının ödənilməsi anlayışı gətirildi. Bu deməkdir ki, overtime, yəni işdən sonra və ya qeyri-iş günlərində çalışan vətəndaşlarımız praktik olaraq məhz daha çox əmək haqqı alma imkanına malik olacaq. Əgər məsələn vətəndaşımızın saatlıq əmək haqqısı 25 manatdırsa və qeyri-iş günündə işləyibsə, 3 saat işləyibsə, bu zaman artıq ona hər saat üçün 25 manat deyil, 50 manat hesablanacaq və işlədiyi 3 saat üçün 150 manat vəsaitin ödənilməsi həyata keçiriləcək. Bunun özəlliyi ondan ibarətdir ki, bir sıra hallarda vətəndaşlarımız işçi overtime-da və ya qeyri-iş günlərində bütün iş günü deyil, müəyyən saatları çalışırdı və həmin saatlara görə əmək haqqının ödənilməsində çətinliklər olurdu və bu praktik olaraq yeni dəyişikliklər bu çətinliklərin aradan qaldırılmasına imkan verdi. Millət vəkili hesab edir ki, bu dəyişikliklər bütövlükdə əmək münasibətlərində işçilərin hüquqlarının daha güclü qorunduğu yeni bir mərhələnin başlanğıcıdır. İslam Əşrəfov, Nərmin Məmmədhəsənli, Xəzər xəbər. Bu il üçün balıq və digər su bioresurslarının ovu üçün kvota təsdiqlənib. Balıq ovu ilə məşğul olmaq istəyənlər aidiyyatı quruma müraciət etməlidirlər. Bəs hazırda balıq bazarında vəziyyət necədir? Kvotanın tətbiqi bazara, daha dəqiq desək, balıqların qiymətinə təsir edə bilərmi? Süjetdə biləcəksiniz. Balıq və digər su bioresurslarının ovuna görə kvota bölgüsü təsdiqlənib. Balıq ovu ilə məşğul olmaq istəyənlər müvafiq sənədlərlə Balıqçılıq və Akvakultura Mərkəzinə və ya bölgələrdəki asan xidmət mərkəzlərinə müraciət edə bilərlər. Sənaye və əmtə məqsədli ov üçün qiymət balığın növünə görə dəyişir. Bəs balıq bazarında vəziyyət necədir? Tətbiq edilən kvota qiymətlərə təsir edə bilərmi? Balıqların qiyməti bir dənə pareldən başqa hamısı öz yerində qalıb. Bizə parel İranla əlaqədar olaraq parel qalxıb. 12-yə satdığımız indi 14 manatdır. 13'e sattığımız indi 15-16 manatdır. İrandan gələn parellər var 15 manatdır kilosu. Çupra Türkiyədən gəlir 18 manatdır kilosu. Xəşəmlər 15 manat, 13 manat, 12 manat belə qiymətlərədir. Sonra karplar var 4 manat, 5 manat belə qiymətlərə. Diri balıqlar var
Diri balıqların qiyməti biraz ucuzdur. Satıcıların sözlərinə görə, bazarda tələbat ən çox farel və sazan balığınadır. Farel bir neçə gün əvvəl 16-17 manata da satılıb. Belamur 9 manatdır. Sazanlar 7 manatdır. Qiymətlər düşür. Farelin qiyməti qalxmışdı 16-17 manat idi. 13-ə var, 14-ə var, 15-ə var. Cürəbəzi qiymətlər. Farel 16, 14, 15. Sütüm yoxdur. Başqalanda var 22-dən başlayır. Xəşəm 17-yə 15-ə. Dəniz sazanı 10 manat. Beluqa 45 manat. Qızıl balıq 33 manat. Alıcılar isə deyirlər ki, əsasən büdcələrinə uyğun məhsullar seçirlər. Bax, alıram farel. Nə bilim, sazan, Naxçıvan sazan. Ancaq cibimizə uyğun alırıq. Əkinə baxanda qiymət artımı var. Qiymət artımı var, əlbəttə ki, qiymət artımı var. Əlbəttə ki, bahadır. O ki qaldı qoyulan kvota məsələsinə, satıcılar deyirlər ki, balıqları əsasən xaricdən alırlar. Bu səbəbdən də bazara elə də ciddi təsir etməyəcək. Nigar Polad, Fidan Əsədli, Cəfər Qasımov, Xəzər xəbər. İsmayılı bazarındakı yağ və süd məhsullarının satışı bölməsində nöqsanlar aşkar olunub, 4 sahibkara cərimə tətbiq edilib. Hətta həmin bölmənin fəaliyyəti bir müddətlik dayandırılıb. Bəs aşkarlanan nöqsanlar nələr olub, bazarın aqibəti necə olacaq? İzləyək. Ciddi nöqsanlar aşkarlandığından süd və süd məhsullarının satıldığı bazar bağlanıb. Qida Təhlükəsizliyi Agentliyinin İsmayılı bazarında apardığı yoxlamalar zamanı 4 sahibkara məxsus süd məhsullarının qida üçün yararsız olduğu müəyyən edilib. Aşkarlanmış nöqsanlara görə həmin sahibkarlara 1500 manat məbləğində cərimə tətbiq olunub. Bundan sonra bazarın sözü gedən hissəsinin fəaliyyəti tam dayandırılıb. Bax, orada da var əti, burada da var. O ki, ümumi maya dəyəri harada var? 3800-4000-ə yaxın maya dəyəri var burada malımın. Neçə günün malıdır artıq bunlar? Dünən kəsilib də, dünən kəsilib, bugün satışa icazə verilib. Yəni dünəndən bağlanıb, bu günə qədər malın ətini qalıb edir. Dünən axşamdan bağlı. Dünən axşam. Satış eləmişsənmi ümumiyyətlə, yoxsa yox bağlanıb? Xeyr, bugün bazar bağlı olub, eləməmiş. Müştərilər hamısı zəng eləyib, çıxıb gedir. Qərar nəticəsində kəsimlə məşğul olan 10-a yaxın sahibkarın əti soyuducularda qalıb. Hazırda əldə olunan məhsullar ət, yağ, süd məhsulları və yumurta satışa çıxarıla bilmədiyi üçün xarab olmaq təhlükəsi ilə üz-üzədir. Xüsusilə ət və süd məhsulları satanlar ciddi maddi zərərlə qarşılaşdıqlarını bildirirlər. Qeyd olunur ki, yumurta da qısa müddət ərzində yararsız hala düşə bilər. Səbəb onunla bağlı ki, biz burada ət satışı ilə məşğuluq. Bizim ətimiz möhürlü, həkim nəzarəti altında kəsib gətirmişik. Səhər-səhər bazar bağlanıb ki, bəs burada 4 nəfər cərimələnibdir, ağartı məhsulları ilə bağlı. Onunla bağlı bazar bağlanıb, biz də bazara buraxmırıq. Sahibkarlar bildirirlər ki, yalnız 2 satış məntəqəsində problem aşkar edilsə də bütün bazarın bağlanması onların fəaliyyətinə və dolanışığına ciddi təsir göstərib. Onlar aidiyyəti qurumlardan məsələyə yenidən baxılmasını və zərərin azaldılması üçün müvafiq addımların atılmasını istəyirlər. Bizim istəyimiz odur ki, bizi buraxsınlar girək malımızı sataq da. Bizim 3-4 minlik malımız var orada. Pəs biz dananı ondan bundan neçə alıb gətirib gəlib. Bu səhər dana yəsən pulun verməli. Biz hardan verəcəyik biz onu? Bizim banklara bir elə borcumuz, biz elə bankı ödəyək, buranı batan əti ödəyək. Danaya. Bir dəqiqə hal-hazırda mən belə 3000-lik, 4000-lik məhsulum var orada. Bazarın nəzarətçisi Əflatun Əhmədov bildirib ki, ağartı məhsulları şöbəsi mal kəsimi aparılan əraziyə yaxın yer dəyişməyə görə müvəqqəti olaraq bağlanıb. Hazırda isə bazar öz fəaliyyətini tam şəkildə bərpa edib. Ağartı məhsulları yararsız olub. İkisi bitki mənşəlidir, ikisi heç mənşəyi məlum deyil. Ucuz basar yağdır, nə o dükanlarda qabağında satılan 4 manatlıq yağdır, nədir? Biabıçı vəziyyətdir də. Gəlib lentləyiblər, qidanın işçiləri. Lentlənib yenə bunlar benzin almır, satış edirlər. Və bizim oran... Cərmələnən şəxsdir. Cərmələnən şəxsdir. Bir də bizim oranı bağlamaqdan başqa ayrı çıxış olmur. Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsindən isə bildirilib ki, Şahdağ firması MMC-yə məxsus bazarda plandan kənar yoxlama aparılıb. Yoxlama zamanı satışda olan yağ məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Sınaq nəticələrinə əsasən 4 nümunədə kərə yağı adı altında satılan məhsulların tərkibində bitki yağı qarışığının olduğu müəyyən edilib. Bununla da sözü gedən məhsulların saxtalaşdırıldığı aşkarlanıb. Uyğunsuzluq aşkar edilən məhsulların
məhsulların dövrədən çıxarılması ilə bağlı müvafiq qərar qəbul edilib. Həmçinin faktla bağlı inzibati protokol tərtib olunaraq sahibkara 1500 manat məbləğində cərimə tətbiq olunub. Bazar ərazisində süd məhsullarının satışı ilə məşğul olan sahibkarların fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı məhdudlaşdırıcı qərar verilməyib. Rafiq Həsənov, Elçin Məlikov, Ayaz Süleyman Soy, Xəzər xəbər. Şamaxı Qonaqkənd avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib. Nəticədə də yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrdə isə hərəkət zolağı tamamilə dəriyə doğru sürüşərək dağılıb. Şamaxı Qonaqkənd yolunda yenidən sürüşmə baş verib. Bu yol 2019-cu ildə əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Lakin cəmi 2 il sonra, yəni 2021-ci ildən etibarən burada torpaq sürüşmələri qeydə alınmağa başlayıb. İlkin mərhələdə sürüşmə yolun 1-2 nöqtəsində müşahidə edilsə də, zaman keçdikcə proses genişlənib və miqyası böyüyüb. Sakinlərin sözlərinə görə sürüşmə hər il davam edib. Son günlərdə isə vəziyyət daha da ağırlaşıb. 50 yerləşən hazır olay. Necədir yollarda vəziyyət? Yollarda vəziyyət odur ki, göz qabağındadır, yollar uçub gedir, 2 yerdə təhlükədir, dumanda, yağışda yəni yol belə bərbad gündədir. Yağış yağar kimi yəni yolda çıxın gedir. Sürüşmə davam edir? Bəli. Təhlükə yaradır sürücülərə? Bəli. Nə kimi təhlükələr yaradır? Təhlükə yaradır ki, bu ayına gələn maşına, bu ayına gedən yol yoxdur, yəni belətdə yol uçub dağılır. Hazırda yolun təxminən 30-40 metr uzunluğunda hissəsi bərbad vəziyyətə düşüb. Avtomobil yolunun bir hissəsi demək olar ki, tamamilə uçquna məruz qalıb. Kənd istiqamətində hərəkət edən zolağın kənarında dərin uçurum yaranıb. Hazırda yolun sürüşməyə məruz qalan hissəsində avtomobillər 50 sm enində qalan asfalt örtüyü üzərində hərəkət edir. Lakin bu hissədə də asfalt örtüyü çatlayıb və hər an tamamilə uçmaq təhlükəsi var. Hardasa buradan o tərəfə qədər bir 30 metrə sürüşmə var. Oradan da tam sürüşmədir, heç maşın keçə bilmir. Ona əlaqədar xahiş edirik, bu tədbirlər görsünlər bundan ötəri. Cəmaət rahat gedib gəlsin. Miqyası böyük? Bəli, bəli, miqyası da böyür. Daha doğrusu ondan qarşıda da sürüşmələr var, qabaq hissələrdə. Arxa tərəfdə də var. Yolun bir hissəsinin uçması səbəbindən yük avtomobilləri hərəkət edə bilmir. Bu da kənd təsərrüfatı ilə məşğul olanların işini çətinləşdirir. Kənddən şəhər mərkəzinə çıxarılması üçün çox çətindir. Gediş-gəliş demək olar ki, öz çətinləşir və məhsullarını lazımi səviyyədə rayon mərkəzinə çıxarda bilmirlər. Buna görə də aidiyyatı qurumlardan xahiş edilir ki, bu yola təcili bir diqqət yetirsinlər. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbərə bildirildi ki, qurum sözügedən yolda cari təmir işlərini icra edir. Amma bəzi ərazilərdə əsaslı şəkildə bərpa işlərinin aparılmasına ehtiyac var. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyat üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrılacağı təqdirdə əsaslı bərpa işləri həyata keçiriləcək. Rafiq Həsənov, Ruzanna Kərimli, Xəzər xəbər. Azərbaycanın seysmik zonalarında yenidən hərəkətlilik var. Xüsusilə Şamaxı İsmayıllı zonası diqqət mərkəzindədir. Tarix boyu dağıdıcı zəlzələlərin baş verdiyi bu bölgə yenidən oyanır. Bəs bu aktivləşmə ciddi təhlükədən xəbər verirmi? Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözləniləndi. Bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulan Babayev deyib. Seysmoloqun sözlərinə görə sözgedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub. Son günlər biz müşahidə edirik Şamaxı İsmayıllı ərazisində seysmik aktivlik müşahidə olunur. Biz bunu görürük. Bu təbii ki, seysmik rejimin dəyişməsinin bir təzahürüdür. Təbii ki, Şamaxı İsmayıllı ərazisi Azərbaycanın ən aktiv ərazilərindən biridir. Burada tarixi zəlzələlər də baş verib. Həm güclü, həm hiss olunan, həm dağıdıcı zəlzələr baş verib. Gördüyünüz kimi bir qədər səthə yaxın olan zəlzələdən sonra bir neçə zəlzələ baş verdi. Bunlar avtoşoklardır. Qulan Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki Oğuz, Quba Şabran, Aran bölgəsində isə Hacıqabul istiqamətində mövcuddur ki, həmin ərazilərdə də seysmik aktivliyin artması mümkündür.
Seysmoloq qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib. Bakı və Abşeron yarımadası üçün təhlükəli seysmik ərazilər məhz Şamaxı İsmayılıdan gəlir. Həm də ki, Xəzər dənizi ərazisində. Xəzər dənizi ümumiyyətcə, bütün Xəzər dənizi seysmik aktiv ərazidir. Burada seysmik ocaqlar zəngindir və müxtəlif geoloji pozuntular, qırılmalarla zəngin bir ərazidir. Hal-hazırda düşünmürəm ki, hər hansı bir güclü hiss olunan zəlzələ baş versin, amma onu deyə bilənəm bir seysmoloq kimi, ərazi aktivləşib. Qulan Babayev qeyd edib ki, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır. Kənan Qafar, Əli Ələkbərov, Xəzər xəbər. Ucar rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonunun Qazıqumlaq kənd ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Məmmədov Coşqun idarə etdiyi mini avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Hadisə nəticəsində avtomobildə olan sürücü Coşqun Məmmədov hadisə yerində həyatını itirib. Coşqun Məmmədovun Ucar rayonunun Bərquşat kənd məktəbində müəllim kimi fəaliyyət göstərdiyi deyilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt üzrə araşdırma aparılır. Tovuzda kişi aşağı Öysüzlü kəndindəki su arxına düşüb. Məlumata görə 49 yaşlı Çingiz Axundov boğularaq hadisə yerində dünyasını dəyişib. Həmin şəxsin sərxoş olduğu və hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Meyidi Çingiz Axundovu axtaran ailə üzvləri arxın içində aşkar ediblər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə edildikdən sonra ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nə, elə gec gəlmirdi, gəlməylə 7-8 TV gəlib çıxırdı, prosunda gəlib, indi oradan da nə bir ayağım sürçüb, keyfli olub deyil, oradan da düşüb, heç kim bilmiyor, o da saat arası 11-in yarısı bilmiş. O da axtaranda işıqda gördük ki, suyun içindədir, tərədən çıxartdı. Rəhmətə getmişdi də yerində? Hə, yerində ölmüşdü. Bir oğlu var. Biləsuvarda qıcı olma keçirən piyada qəfil yolun ortasında yıxılıb. Hadisəyə dərhal reaksiya verən polis kapitanının çevik müdaxiləsi sayəsində huşunu itirən şəxsin həyatı xilas olunub və təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Qıcı olma yaranan piyada qəfil yolun ortasında yıxılır. Hadisəni görən kənd sakini onu yol kənarına aparır. Elə həmin vaxt avtomobili ilə hərəkətdə olan polis əməkdaşı hadisənin şahidi olur. O, maşını təhlükəsizlik məqsədi ilə həmin şəxsin qarşısında saxlayır və dərhal köməyə tələsir. Hadisə Biləsuvarda baş verib. Polis kapitanının köməyi ilə bir şəxsin həyatı xilas edilib. Qıcı olma zamanı dili qatlanan və huşunu itirən şəxsi Samir Məhərrəmov həyata qaytarıb. 16 yanvar 2026-cı il tarixdə xidmətdən kənar vaxt həmin ərazidən keçərkən yolda bir vətəndaşın huşunu itirdiğini şahid oldum. Dərhal yaxınlaşaraq təcili tibbi yardım gəlinə kimi ona ilkin tibbi yardım göstərdim. Vətəndaşın həyata təhlükəsi aradan qalxdıqdan sonra huşu özünə gəldi. Əraziyə gələn təcili tibbi yardım avtomobili ilə vətəndaşı xəstəxanaya yola saldıq. Polis əməkdaşının çevikliyi, məsuliyyəti və insani mövqeyi vəziyyətin daha da ağırlaşmasının qarşısını alıb. Gün ərzində bir neçə dəfə vətəndaşla əlaqə saxlanıldı, səhhətində hər hansı bir problemin olmadığını bildirdi. Hər bir vətəndaşa qayğı ilə yanaşmaq bizim vəzifə borcumuzdur. İstər xidmət zamanı, istər xidmətdən kənar vətəndaş məmnunluğunu təmin etmək, köməyə ehtiyacı olan vətəndaşlara diqqətlə yanaşmaq mənim də borcumdur. Polis əməkdaşı olmağım və xidmətimlə fəxr edirəm. Bu hadisə göstərdi ki, polisin xidmət anlayışı yalnız vəzifə saatları ilə deyil, insanlığa sədaqətlə ölçülür. Fidan Əsədli, Elşən Feyzullayev, Xəzər xəbər. Paytaxtın Suraxanı rayonunda dayanacaq piyada zolağı ilə yanaşı olduğundan orada avtobus olanına deməli piyadalar yolu keçə bilmirlər. Avtobus sürücüləri deyirlər ki, həmin zolaq əraziyə sonradan çəkilib. Məsələyə aidiyyəti qurumun da münasibəti var. Bir tərəfdə yolu keçə bilməyən piyadalar, digər tərəfdən isə dayanacağa yaxınlaşa bilməyən avtobuslar.
Avtobus dayandıqda piyada zolağını zəbt edir. Yol hərəkətinin təşkilindəki bu nöqsan paytaxtın Suraxanı rayonu Surxay Nosiyev küçəsində yaşanır. Sakinlər deyirlər ki, düz dayanacağa bitişik olan piyada zolağından keçmək mümkün deyil. Yolun digər tərəfindən keçən piyadalar üçün isə qəza riski hər an artır. Avtonovkadan qabaqda olmalıdır bu keçid. Amma burada düz avtonovkanın yanındadır hal-hazırda. Amma ya qabaqda olmadı o tərəfdə, ya da bu tərəfdə olmalıdır. 15 metrə qabaqda olmalıdır. Avtobus gəlib dayanır üstündə, Bəli, dayanır. Düz üstündə dayanır. Sizə keçə bilmir. Bəli, biz isə keçə bilmirik, istifadə edə bilmirik. Ya o tərəfdə saxlamalıdır, ya da bu tərəfdə. Ancaq zolağın üstündə saxlamazlar. Bu səhv eləyiblər də, böyük səhvə yol veriblər. Avtobusun da sağından, solundan, arxasından ya qabağından necə gəldi keçirlər. Əlbəttə digər bir sürücü onu görməyə bilər. Hər an xoş olmayan bir, arzu olunmaz bir nəticə ola bilər. Sürücülər deyirlər ki, dayanacaq əvvəl də həmin yerdə olub. Sonradan zolağı çəkib əraziyə nişan qoyublar. Hansı ki, yaranmış vəziyyət avtobus sürücülərini də ciddi narahat edir. Dayanacaq çoxdan var idi. Vardı, çoxdan. Zolağı sonradan çəkdilər. Zolağı sonradan, Zolağı sonradan çəkdilər. Bəzən olur piyadalar keçir, siz avtobus saxlayırsınız, piyadaların hərəkətindən mani. Buraxmalısan da, məcbursan. Piyada hərəkət eləyirsə, buraxmalısan. Bəzən olur, gəlib siz dayanırsınız üstündə, piyada kəsə bilmir. Olur, elə şeylər də olur. Olur, olur. Nəyə nəsələr yaxşı olar? Bunu yığışdırsalar yaxşıdır, piyadanı. Piyadanı yığışdırsalar yaxşıdır. Yol hərəkəti qaydaları üzrə ekspertlər deyirlər ki, yol polisi əgər belə bir halla rastlaşsa, avtobus sürücülərinə piyada zolağını zəbt etməyə görə cərimə yaza bilərlər. Amma dayanacağın orada olması mübahisə yaradır. Qanuna görə piyada zolağı avtobus dayanacağından bir neçə metr ya öndə, ya da arxada olmalıdır. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, ünvanladığımız sorğu araşdırılıb, bazar ertəsi cavab veriləcək. Ramal Abdullayev, Səbuhi Mustafayev, Xəzər xəbər. Bərdənin Böyük Göyüşlü kəndində məktəb binası qəzalı vəziyyətdədir. Sakinlər deyirlər ki, illər öncə məktəbin həyətində yeni yardımçı bina tikilərək istifadəyə verilsə də, burada aşağı sinif şagirdlərinə dərs keçirilir. Deməli, yuxarı sinif şagirdlərinə isə yer yoxdur. İstismar müddətini başa vuran məktəb binasında hələ də dərs keçirilir. Görüntülər Bərdə rayonu Böyük Göyüşlü kənd tam orta məktəbindəndir. Sakinlər deyirlər ki, qəzalı məktəb binası uzun illərdir istismardadır. Problemi nəzərə alaraq bir neçə il öncə məktəbin həyətində yeni bina tikilib. Ancaq həmin bina bütün siniflərin yerləşməsi üçün kifayət etmir. Gördüyünüz kimi tam yararsız vəziyyətdədir. Əvvəllər burada odun peçi olurdu. Daha sonra isə bu ildən demək olar ki, qızdırıcılar əlavə edilib. Tam yararsız vəziyyətdədir. İstilik yox, demək olar ki, bina çökür. Tam çöküntü vəziyyətindədir. Sizdən bir xahişim var ki, köməkli göstərəsiniz. Uşaqlar adınızaqlı vəziyyətdə dərs keçirirlər. Gördüyünüz kimi, demək olar ki, kombinin özü gör harda qurlaşdırılıb, qaz necə yaxındır. Məktəb üçün inşa edilən yeni binada bütün siniflər üçün yer olmadığından yuxarı sinif şagirdlərinə qəzalı vəziyyətdə olan tikilidə dərs keçirilir. Bərdə rayonu Göyüşlü kənd tam orta məktəbi əvvəllər gördüyünüz bax bu iki korpusda fəaliyyət göstərib. Elə korpusların ümumi fasadından da göründüyü kimi istismar müddətini tamamilə başa vurur. Kənd sakinləri iddia edirlər ki, bu məktəb binaları hardasa 70-ci illərin əvvəllərində inşa olunubdur. Lakin bir neçə müddət bundan əvvəl məktəbdə problemin həll olunması məqsədilə yeni bir korpus inşa olunubdur ki, həmin korpusda məktəbin şagird kontingenti üçün azlıq təşkil edir. Sakinlər yuxarı sinif şagirdlərinin də normal şəraitdə dərs keçə bilmələri üçün yeni binanın inşasını istəyirlər. Qarabağ Regional Təhsil İdarəsindən Xəzər xəbərə bildirildi ki, Böyük Göyüşlü kənd tam orta ümumi təhsil məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb. Təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Bu ardıcıllığa uyğun olaraq Böyük Göyüşlü kənd tam orta məktəbi üçün də müvafiq tədbirlər görülməsi nəzərdə tutulur. Daşqın Abdullayev, Kənan Qafar, Xəzər xəbər. Sumqayıtda qəzalı yataqxanaların sökülməsinə, yerində isə müasir yaşayış binalarının tikilməsinə start verilib. Amma sakinlər narahatdırlar. Bildirilir ki, şirkət tikinti zamanı onların təhlükəsizliyini nəzərə almayıb.
Sumqayıtda uzun illər istismar edilən və artıq qəzalı vəziyyətə düşmüş yataqxanalarla bağlı mühüm mərhələyə start verilib. Şəhər ərazisində mövcud olan 13 qəzalı yataqxanadan ikisinin sökülərək yerində yeni, müasir yaşayış binalarının tikintisi nəzərdə tutulur. Lakin proses tikintidən çox, burada yaşayan ailələrin taleyi ilə bağlı sualları gündəmə gətirir. Şəhərin 15-ci məhəlləsində mövcud yataqxanaların sökülərək yerində müasir standartlara cavab verən yaşayış binalarının tikilməsi planlaşdırılır. Hazırda proses davam edir. Qeyd edim ki, ərazidə yaşayan sakinlər bildirirlər ki, qazıntı işləri zamanı arxada gördüyünüz yataqxanada iri çatılar əmələ gəlib və insan həyatı üçün təhlükəyə çevrilib. 1950-ci illərdə inşa edilən bu yataqxanaların sökülməsi Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən həyata keçirilir. Nazirliyin müvafiq rəyi həmin binaların yaşayış üçün təhlükəli olduğunu təsdiqləyib. Sumqayıt şəhər icra hakimiyyətinin sərəncamı ilə ərazidə söküntü və tikinti işləri aparılır. Əsas diqqət isə bu yataqxanalarda yaşayan ailələrin köçürülmə prosesinə yönəlib. Məlumata görə sökülməsi planlaşdırılan 2 yataqxanada ümumilikdə 216 ailə yaşayır. Rəsmi qurumlar sakinlərin köçürülmə prosesi barədə məlumatlandırıldığını bildirsə də, bəzi yataqxana sakinləri bu barədə əvvəlcədən məlumatlarının olmadığını deyirlər. Onların sözlərinə görə ərazidə aparılan qazıntı və tikinti işləri təhlükə yaradır və istənilən an yaşadıkları binanın uçma riski var. Orada qazıntı işləri gedib, qazıntı işləri davam edən zaman binada silkələnmə olur. Yəni bu hər bir sakin bunu təsdiqləyə bilər. Plus da orada torpaq hər gün biraz daha sürüşür. Gətirib torpaq tökürlər yalandan, yəni orada bastırırlar onu, onunla iş bitmir də yəni. Arxa hissədə keçib baxa bilərsiniz oradan. Yəni təhlükəli vəziyyətdədir, uçma ehtimalı var. Sıra gün gəliblər, katlavanlar girirlər, gecə bilmir, gündüz bilmir, betonlama verir. Sonra adamın əlində kartoşka soyursan, sağ silkələnir. Yəni o dərəcədədir bu vəziyyət. Əməlli başlı bu boyda aralanıb, şirkət qurublar. Sağırsan, deyirsən ki, qardaş, məni köçür, heç bir yerdə belə qanun yoxdur. Məni köçür, istəyirsən bunun altından, üstündən çıx. Məsələ ilə bağlı ərazidə tikinti aparan Sumqayıt Bağlar şirkətindən Xəzər xəbərə bildirildi ki, sakinlərlə fərdi qaydada görüşlər keçirilib və ilkin mərhələdə razılıq əldə olunub. Bəzi sakinlər tikinti başa çatana qədər yüksək məbləğdə kompensasiya alaraq yataqxananı tərk etmək istəyirlər ki, bu da layihənin ümumi konsepsiyasına uyğun deyil. Qeyd edildi ki, sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi planlaşdırılır. Tikinti işləri başa çatdıqdan sonra isə ailələr mərhələli şəkildə yeni təmirli mənzillərlə təmin ediləcək və ya qarşılıqlı razılıq əsasında hər ailəyə kompensasiya veriləcək. Nizami Rəsulovaya, Süleyman Soy, Xəzər xəbər. Binanın alt mərtəbəsində fəaliyyət göstərən, aşağı mərtəbəsində fəaliyyət göstərən obyektlər sakinləri parklanma problemi ilə üz-üzə qoyub. Satış üçün gətirilən avtomobillərin yol kənarında saxlanılması sakinləri başqa parklanma yerlərinə üz tutmağa məcbur edir. Obyektlər səkiləri zəbt edib, sakinlər avtomobillərini park edə bilmirlər. Paytaxtın Tbilisi prospekti 1058 ünvanında yerləşən yaşayış binasının sakinləri parklanma yerlərinin zəbt olunduğunu deyirlər. Onların sözlərinə görə binanın alt mərtəbəsində fəaliyyət göstərən obyektlər ərazidə onsuz da məhdud olan parklanma imkanlarını daha da çətinləşdirib. Binanın həyətində obyektlər var. Həmin obyektlərdən də bəziləri taksi şirkətlərinə aiddir. Taksi şirkətləri maşınlarını gətirib qoyurlar bura, zəbt eləyiblər, avtosalonlar nömrəsiz maşınlarını saxlayırlar. Sakinlər gələndə yer tapa bilmir ki, harada saxlasınlar, gedirik başqa binaların həyətində saxlamağa məcbur oluruq. Həyətdə yer tapmaq mümkündür. Kim gəldi, girir bura, biz də sakinlər burada yer tapa bilmirik özümüz. Yerləri axtarmaq məcburiyyətindəyik. Gedirik qabağa, orada marketin qabağına, birisi marketin qabağına. Harada yeri var, harada bir şey, məcburiyyətində orada saxlayırıq ki, məhəlləmizdən uzaq yerlərdə. Sakinlər əksər vaxtlarda yolun onlar üçün nəzərdə tutulmuş hissəsinin də zəbt olunduğunu iddia edirlər. Maşınları barjurun üstünə də dırmaşdırıb parkinq edirlər. Maşınlar avtosalondan çıxan zaman evakuator gəlir, düz ortada saxlayır və sonra da biz sakinlər məcburi yol bağlıdır deyənə barjurun üstündən yolun üstünə atanırıq. Pik vaxtda təkəri qoyurlar yolun ortasına, maşınları salırlar salona. Dəfələrlə sakinlər 4-5 dəfə dövr eləyəndən sonra nəhayət ki, orada maşın saxlamağa bir yer tapırlar. Biz dəfələrlə avtosalona rəhbərliyinə müraciət etmişik ki, bəs maşınlarını çəksinlər bura. Onlar əksinə əlavə olaraq maşınlarını qaldırırlar səkin üstünə. Deyirlər ki, yolun içi ilə getməlisiniz, bura bizimdir. Avtosalonda satıcı kimi çalışan şəxs iddiaları təqzib edərək qeyri-qanuni fəaliyyətlə məşğul olmadıqlarını söylədi. Biz qonşularla hər dəfəsində də burada qonşuları saxlama istəyəndə biz onlara yer veririk.
Hər dəfə təklif eləyirik, deyirik, siz gələndə saxlayın. Biz burada qeyri-yaşayış obyektidir. Bura bunun qarşısında heç kim aidiyyəti yoxdur buranın. Nə qonşulara aidiyyəti var, nə bir şey. Kim istəsə saxlaya bilər. Qeyri-yaşayış obyektidir bura. Burada vergi verilir, obyekt işlədilir. Burada heç bir qanunu pozmuruq biz. Qanuna da zidd hərəkət eləmirik. Hüquqşünas Şamil Paşayev isə bildirdi ki, ictimai yaşayış obyektlərinin binanın avtomobil parkını tam şəkildə tutmağa əsası yoxdur. Hər mənzil üçün 1-2 avtomobil saxlamaq nəzərdə tutula bilər. Ancaq avtomobil satışı ilə məşğul olan şirkətin bütün çəkini tutması digər qonşuların narazılığına səbəb ola bilər. Burada qarşılıqlı anlaşma şəraitində münasibətlərinin yoluna qoysalar daha effektiv olar. Hüquqşünas əlavə edib ki, razılaşma əldə olunmasa, sakinlər məhkəməyə müraciət edə bilərlər. Lənkəranda oğurluq etdiyi evi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Rayonun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədi ilə evdə yanğın törətdiyinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı İsmail Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıblar. Onlardan psixotrop tərkibli metadon həbləri də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Şadlıq evlərində qiymət artımı müşahidə edilir. Bəs belə olan halda hazırda orta keyfiyyətdə və çeşiddə menyu qiyməti neçədən başlayır? Sujetdən biləcəksiniz. Əvvəl 50 manata təqdim edilən toy menyusu hazırda 65-70 manata təklif edilir. Bir müddət əvvələ qədər şadlıq evlərinin çoxunda 50 manata bol çeşidli, keyfiyyətli menyu var idisə, hazırda demək olar heç bir şadlıq sarayı bu qiymətə toy sahibi ilə razılaşmır. Əvvəl 50 manata olan menyular hal-hazırda 65-70 manata təklif olunur. Bu da ərzaq məhsullarının qiymətində olan fərqə görədir. Çünki belə götürək də sadə bir desək, ət məhsulları, yerli quzu əti, belə deyək də 2 il bundan qabaq 16-17 manata idisə, hal-hazırda yerli quzu əti 21-22 manata başa gəlir. Həmçinin digər ərzaq məhsullarında qiymətlərində olan artım menyulara təsir eləyir. Keyfiyyətdə ərzaq məhsulları ilə təşkil etsək, belə deyək də ən aşağı normal menyu 80 manata başa gəlir. İllər əvvəl ət məhsullarının qiyməti aydın məsələdir, hamı bilir bazarda neçə idi, spirtli içkilərin, ithal mallarının. Bu baxımdan 5-10 manat arası belə dəyişiklik var. İnzibatçılar deyir ki, 50 manata da menyu var, hətta 45 manata da. Lakin toy sahiblərinin əksəriyyəti bu menyulara üz tutmur. Çünki keyfiyyət fərqi özünü bəlli edir. Bəs qiymətin artmasına səbəb nədir? Qiymətə təsir edən amillər əsasən ərzaq məhsullarıdır. Belə deyək də, yüksək keyfiyyətli ərzaq məhsullarından hazırlanan menyular daha yüksək qiymətə təklif olunur. Aşağı keyfiyyətli ərzaq məhsullarından hazırlanan menyular isə daha aşağı qiymətə təklif olunur. Ən çox indi istifadə olunan menyular, tələb olunan menyular 70 manatdan 100 manata qədər olan menyulardır. Çünki bu civarda olan menyuların belə deyək də müştərisi çoxdur. Ümumi 60-70 manatlıq menyulara üstünlük verilir hal-hazırdakı mövsüm üçün, dönəm üçün. Təbii ki, menyuların artma səbəbi bazarda olan qiymətlərin oynamasıdır. Mütəxəssislərin fikrincə, bazarda mövcud olan qiymət fərqinin şadlıq evlərindəki menyularda da özünü göstərməsi normal haldır. Belə ki, toy təşkilatçılarının qiyməti artırması birbaşa bazarda qiymətlə, eyni zamanda tələbatla əlaqədardır. Lakin bu, ərzaq məhsullarının artımı ilə üst-üstə düşməlidir. Fantastik artımlar süni artımlar hesab edilir. Minayə Zaman, Nərmin Məmmədhəsənli, Vüsal Hüseynov, Xəzər xəbər.
Ziyafət geyimlərinin kirayə qiymətləri son dövrlərdə diqqət çəkən həddə yüksəlib. Bəzi salonlarda bir günlük istifadə üçün təklif olunan libasların dəyəri bir çoxları üçün əlçatmaz sayılır. Bu vəziyyət alıcıları alternativ seçimlər axtarmağa vadar edir. Mütəxəssislər isə qiymət artımının səbəblərini fərqli amillərlə əlaqələndirirlər. Kirayəsi bir neçə 100 manat olan ziyafət geyimləri. Son zamanlarda ziyafət geyimlərinin qiymətində artım müşahidə edilir. Elə biz də geyimləri kirayə verən şəxslərlə əlaqə saxladıq. Məlum oldu ki, bir günlük verilən paltarların qiyməti çox yüksəkdir. 150, 650, hətta 1000 manat olan kirayə geyimləri var. Xanımlar isə deyirlər ki, həm qiymət, həm də gigiyena səbəbindən alınma və tikilmə paltarlara üstünlük verirlər. O bilirsən biz üçün deyil. Məsələn, mən 600 manat alıramsa, ailə saxlayıramsa, kredit verirəmsə, mən o 600 manat paltar geyinə bilərəm, yox. Gücüm nəyə çatır onu? Mən də alınma geyimlərə üstünlük verirəm. Həm gigiyenik cəhətdən deyə düşünürəm ki, daha sərfəlidir. Qiymətlər düşünürəm ki, hər bir malın özünə uyğun dəyəri var. Amma siz alınmaya üstünlük. Bəli, alınmaya üstünlük verirəm. Dizaynerlərin sözlərinə görə, hazırda tikilmə paltarlara daha çox tələbat var. Çünki bu halda həm forma, həm də qiymət müştəriyə uyğun olur. Çirkin bir bədən yoxdur, düzgün seçilməmiş bir geyim var. Kirayə geyimlərlə özəl tikilişlərin fərqi məhz bundadır ki, biz özəl tikilişlərdə xanımlara uyğun, xanımların bədəninə uyğun geyimi gözəl şəkildə bədəninə oturduruq. Kirayə geyimlərdə isə daha çox xanımlar kirayə geyimlərə uyğun hərəkət etməyə üstünlük verirlər. Məsələn, qiymətə uyğun, formaya uyğun, modelə uyğun bu şəkildə. Kirayə paltar dəfələrlə istifadə edilir. Buna görə də keyfiyyətli parça lazım olur. Son zamanlarda isə belə parçaların qiyməti artıb. Kirayə geyimlərin bahalaşma səbəblərindən biri ilk öncə keyfiyyətli parçalardan istifadə etməkdir. Çünki biz kirayə paltarı tikdiyimiz halda bir xanımın yox, bir neçə xanımın özəl günündə xanımımızı daha gözəl göstərməyin səbəbkarıdır. O baxımından biz keyfiyyətli parçaya daha çox üstünlük veririk və xanımlarımız ziyafət geyimi deyərkən daha çox üstünlüyü göstərişli, qaşlı, daşlı parçalara, geyimlərə daha çox üstünlük verirlər. O baxımından dantelli parçalar, qaşlı, işləməli parçalara daha çox üstünlük veririk. Kirayə paltarlar hər istifadədən sonra deformasiyaya uğradığına görə yenidən düzəldilməsi də qiymətə təsir edir. Fidan Əsədli, Ələl Əkbərov, Xəzər xəbər. Şirvan şəhərində bir binada yaşayan 55 ailəyə istilik verilmir. Səbəb isə bəzi sakinlərin illərlə istilik haqqını ödəməməsidir. Nəticədə borcunu vaxtında ödəyən ailələr də digər qonşuların borcu səbəbindən istiliksiz qalıb. Sakinlər deyirlər ki, aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq məsələ hələ də öz həllini tapmayıb. 55 ailənin yaşadığı binanın istiliyi dayandırılıb. Şirvan şəhəri Sahib Zeynalov küçəsi bina 5-də yaşayan sakinlər deyirlər ki, illərdir problemsiz işləyən mərkəzləşdirilmiş istilik sistemi bu qış mövsümündə dayandırılıb. Noyabrın 15-dən bugünədək binaya istilik verilmir. Səbəb kimi bəzi mənzil sahiblərinin uzun müddətli istilik ödənişlərini etməməsi göstərilir. Balalarımız soyuqdan ölür. Mən borc xərc eləyib qazanxananın pulunu atdım ki, mənim adım hallanmasın. Mən həftəyə 30-40 manat işıq verirəm. 18-20 manat qazanxanaya pul gəlir ki, qaza pul gəlir. Mən niyə görə ayda 24 manat verə biləcəyim halda mən həftəyə 30-40 manat niyə işığa verməliyəm? Artıq 3-cü aydır ki, biz bu soyuqdan ölürük. Pul çatdırmıram, 250 manat pensiya alıram. Mən o pulu işığa verim, qaza verim, ya nəyə verim ki, mən ya çörək pulu nə yeyim mən? Biz də xahiş edirik ki, biz Azər istilikdən bizim dərdimizdə şərik olsunlar, bizim istiliyimizi versinlər. Kim vermirsə, ona həmin adamlar qanuni yolla gəlib alsınlar, bizim istiliyimizi versinlər. Sakinlər deyirlər ki, istilik verilmədiyindən rütubətdən mənzillərin divarları qaralıb, divar kağızları qopub, kif əmələ gəlib. Mənzillərin elektrik isidiciləri ilə qızdırılması isə baha başa gəlir. Pletka qoşuruq, vəssalam, o da işıq çatmıyor. Həftədə gedirik
20 manat, 30 manat yükləyirik, gəlir bina var. 30 mənzili ödəyib 20 mənzil vermir. Hansına gedirsən deyir qardaş ödəm. Get dərdi hara deyirsən de. Sonda nə ilə qızdırırsınız? Necə? İşıqla həftədə 20 manat mən şot işıq eləyirəm, çatmır. Pletkalar qoyuqsundan evə, o da istiliyi söndürdün, o saatda soyuyur. Qazdakı xunadı 2 göz yandırırıq, yatanda söndürürük, xunada qızır. Məsələ ilə bağlı Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, 55 mənzildən 35-inin sahibi istilik ödənişlərini edib. 20 mənzilin isə borcu var. Həmin mənzillərdən bəziləri nəinki cari, ümumiyyətlə indiyədək istilik haqqı ödəməyib. Binanın ümumi borcu 3000 manatdır. Borc tam ödənildikdən sonra binanın istilik təminatı bərpa ediləcək. Elməddin İsmailov, Nərmin Məmmədhəsənli, Xəzər xəbər. Qaxda dələduzluq edən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan müraciətlər əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev tutulub. Araşdırmalar zamanı məlum olub ki, Elmin Sutayev zərər çəkən şəxslərin iri və xırdabuynuzlu malqarasını dələduzluq yolu ilə ələ keçirib, həmçinin rayon sakinlərinə həqiqətə uyğun olmayan vədlər verib. Faktla bağlı cinayət işi başlanılıb. Elmin Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Bank Respublikanın keçirdiyi Qızıl Seçim Lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Super hədiyyə BYD Destroyer avtomobili şanslı müştəriyə təqdim olunub. İlk tiraj çərçivəsində 1 oktyabr 31 dekabr 2025-ci il tarixlərində Bank Respublikada Lombard krediti rəsmiləşdirən 10 mindən çox müştəri və onlara məxsus 110 minə yaxın lotereya şansı qeydə alınıb. Təsadüfi seçim proqramı vasitəsilə 19 nəfər qızıl külçə, 1 nəfər isə super hədiyyə BYD Destroyer avtomobili qazanıb. Bank Respublikadan kredit götürdüyümüz vaxt həyat yoldaşıma söyləmişdim ki, avtomobilin qalibi biz olacağıq. O inanmamışdı mənə, amma elə oldu. Biz gənc ailəyik, tezliklə ana olacağam inşallah. Bu bizim üçün çox böyük bir hədiyyə oldu. Bank Respublikaya təşəkkür edirəm. Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri Group Motors tərəfindən təqdim olunub. Müştərilərimizə bildirmək istərdik ki, əgər siz də sərfəli şərtlərlə Lombard krediti götürüb avtomobil və ya qızıl külçə qazanmaq istəyirsinizsə, may ayının 1-nədək Bank Respublikanın istənilən filialına müraciət edib lotereyanın iştirakçısına çevrilə bilərsiniz. Bank Respublika ilə qızıl seçim edin və siz də qazanın. Belə hörmətli tamaşaçılar, bugünkü xəbərlərimizdən bu qədər. Sağ olun, salamat qalın.